Hər vaxtınız xeyir olsun, efirdə peşəkar mübahisədir. Dünyanın ən çox müzakirə olunan mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, bizim regionda baş verənlər də diqqətdən kənarda qalmır. Açıqlamalar, verilən qərarlar danışmaq üçün kifayət qədər istiqamət yaradır. Əsasən Ermənistan-Azərbaycan münasibətləri, eyni zamanda Ukraynada baş verənlər barədə qonaqlarımızın fikirlərini öyrənəcəyik. Yeri gəlmişkən, studiyamızın qonaqları siyasi şərhçi Turab Rzayev, eyni zamanda Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədovdur. Hər ikinizi salamlayıram. Turab bəy sizi də, Abutalıb bəy sizi də. Regionla başlayaq söhbətə. Hansı ki, bu Qurban Bayramı ərəfəsində və bayram günlərində Ermənistanın baş naziri yaman aktivliyi nümayiş etdirdi. Türkiyəni də təbrik elədi. İran prezidenti ilə də telefonda danışdı. Onun da Qurban Bayramını təbrik elədi və telefon danışığı zamanı İran-Ermənistan münasibətlərinin daha da dərinləşdirilməsinə ehtiyac olduğu vurğulandı. Hətta telefon danışığında İran prezidentinin Ermənistanda gözlənildiyini də qeyd etdi. İranla Ermənistan arasında hazırda vəziyyəti gəlin bir balaca müzakirə edək. Zəngəzur dəhlizi də gündəmdə ikən bu münasibətlərin dərinləşməsi nəyə gətirib çıxara bilər? İran-Ermənistan münasibətləri kifayət qədər yüksək səviyyədir və Ermənistan əhalisinin ən çox güvəndiyi dövlətdir İran. Ancaq nəyə inkişaf elətdirə bilərlər? Hərbi sahədə əməkdaşlıq qeyri-mümkün. İran heç vaxt buna getməz, xüsusilə Pezeşkanın Azərbaycana səfərindən sonra bu cür addım atmaq İranın maraqlarına qətiyyən cavab vermir. İqtisadi sahədə əməkdaşlığı dərinləşdirə bilərlər. Uzun müddətli Fars körfəzi Qaradəniz nəqliyyat dəhlizi layihəsi var. Bu istiqamətdə müzakirələr apara bilər. Ermənistanın şimal-cənub nəqliyyat dəhlizinə qoşulması məsələsi, bu da İranın və Hindistanın ən böyük istəyidir. Çox istəyirlər ki, daha çox yüklər Ermənistandan daşınsın, nəinki Azərbaycandan sonra İrana keçsin. Bu istiqamətdə müzakirələr aparıla bilər. Və təbii ki, siz deyən kimi, Zəngəzur dəhlizi hər ikisinin ən çox narahat olduğu məsələdir. Və burada mövqelər də demək olar ki, eynidir və İran daha çox erməni mövqeyi tutur, nəinki Ermənistan özü və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bunu nəzərə alıb dedi ki, əsas maneə İrandır. Və çox təəssüf ki, reallıq bundan ibarətdir ki, İran Zəngəzur dəhlizi məsələsində daha kəskin mövqe tutur. İndi burada danışıqlar nə cür gedə bilər? Bəlkə Paşinyan dilə tutar İran prezidentini ki, biraz yumuşalın. Çünki dəhliz açılmalıdır. Bu İranın Ermənistanın da elə İranın təbii də o qədər maraqlarına cavab vermir, ancaq Ermənistan üçün çox vacibdir. Bəlkə dilə tutdu ki, mövqeyini biraz dəyişdir, çünki mən qol çəkmişəm 10 noyabr sənədinə və o sənədə görə dəhlizə Rusiya Sərhəd Xidməti nəzarət eləməlidir. Sən də deyirsən ki, mütləq Ermənistan onu nəzarət eləməlidir. İranın əsas tələbi də bundan ibarətdir. Ona görə hesab edirəm ki, bu istiqamətdə də danışıqlar ola bilər, ancaq dəyişikliklər olacağına İnanmırsınız. Turab bəy, İran-Ermənistan münasibətləri ilə bağlı danışanda hansı erməni maraqları burada önə çıxır? Çünki fikir verdinizsə, bu bayram günlərini Paşinyan daha nəticəli realizə etməyə çalışdı. Təbriklər və s. və ilaxır. Sanki bir fürsət idi onun üçün. İran-Ermənistan arasında hansı istiqamətdə münasibətlərin dərinləşməsinə ehtiyac duyulur? İran və Ermənistan bunlar strateji müttəfiqdirlər. Yəni bunların münasibətlər səviyyəsi də strateji müttəfiqlikdən daha dərindir. Ona görə də bu iki ölkə arasında düşünürəm ki, indiki məqamda daha çox davranışlarda korrektlər və dəyişikliklər aparmaq üçün bu görüşlər həyata keçirilir. Əslində artıq o qədər münasibətlər dərinləşdirmişlər ki, xatırlayırsınız bir ara İran hətta Ermənistana hərbi ittifaq təklif edirdi. Hətta deyir ki, əgər Ermənistan öz qərb müttəfiqlərindən məsələn çəkinib buna getməyəcəksə, biz bu hərbi ittifaqdan doğan tələbləri yerinə yetirməyə hazırıq. Və hər nə qədər Azərbaycanla, Türkiyə ilə, deyək ki, digər ölkələrlə münasibətlərini normallaşdırmaq çalışsa deyirəm, indi biz görürük ki, Ermənistanla bu strateji müttəfiqlik davam edir. Yəni, təsadüf deyək ki, bizim müstəqillik günümüzdə, məsələn, Türkiyə prezidenti və Pakistan baş naziri bizə səfərə gəlmişdi. Pezeşkan özü həmin Ermənistan müstəqillik gündə İrəvandaydı. Bir də bayaq dediyiniz kimi, Paşinyan bu günlər aktiv istifadə eləmək istəyir. Çünki Paşinyan həm daxildən, həm beynəlxalq siyasətdə müəyyən qədər qısqancdadır.
Belə ki, o hələ ki söz verdiyi rifah və sülhü gətirə bilməyib. Ermənistan əhalisi söz verir ki, biz artıq Qarabağ deyək ki, iddialarına əl çəkəcək, qonşular dost olsa, biz həm qonşularla münasibət düzəldə bilərik, həm ölkə iqtisadi rifah gələcək. Ancaq hələ ki, Ermənistan nəzərə çarpacaq dərəcədə bir iqtisadi rifah da yoxdur və tam olaraq bir sülh prosesi də yoxdur. Yəni, bu da əlbəttə ki, vaxtaşırı müxalifətin sualı qaldırmasına səbəb olur ki, bəs onda biz Qarabağ itirdik, biz deyək ki, əlavə ərazilər itirdik. Bəs bütün bunların əvəzində nə qazandıq? Bu sual ortaya çıxır. Burada da çox qəribədir ki, Paşinyan bir də daxili siyasi mübarizədə kifayət qədər problemlər var. Kilsə ilə bilirsiniz, çox açıq müharibədə də hazırda. Faktiki olaraq kilsə ilə Paşinyan arasında bir müharibə davam edir. Əvvəllər o Keş Bağdatda başlamış proses daha da ciddiləşib. Digər tərəfdən bu Köçərgən Sarkisyan bloku hansı ki, Rusiya tərəfindən açıq şəkildə dəstəklənir. O da Paşinyana problem yaradır. Düzdür, son dəfə bu həm partda iştirak və s. çalışır, Lavrovun səfəri və s. Rusiya ilə münasibətdə biraz yumşalsın. Ancaq görünən odur ki, indiki halda bu daxili siyasi mühitdə gərgin olaraq qalır. Ona görə də maksimum şəkildə Paşinyan çalışır bu fərqli alternativlərlə, yəni Azərbaycanla münasibətin normallaşması, Türkiyə ilə normallaşması, İranla daha da inkişaf eləməsi, məsləhətləşməyə davam eləməsi. Yəni bu minvalla həm daxili, ölkə daxili müxalifəti deyək ki, bütün proseslərin nəzarətdə olduğunu, inkişaf xəttə getdiyini göstərməlidir. Həm də ki, orta bir real nəticə qoymalıdır ki, bəs deyək ki, artıq məsələn biz ən azından Ermənistan blokadadan çıxardıq. Çünki onun ideyası bundan ibarətdir ki, biz tarixi fantastik Ermənistanı əl çəkməliyik, onun əvəzində müasir bu Ermənistan Respublikasının qoruyub inkişaf eləməyə çalışdırmaq. Yəni bununla bağlıdır, öz seçkilərinə də müəyyən bir ortaya nəticə qoymalıdır. Düşünürəm ki, bununla bağlıdır bu aktivləşməsi. Bu arada Turab bəy toxundu Ermənistan daxilində Paşinyanın kilsə ilə olan bu aqressiv münasibəti, çox böyük ittihamlar var əslində kilsəyə subaylıq andının pozulması ilə bağlı hələ də cavab gözləyir və bu ictimaiyyətə birbaşa təsir aləti kimi sayıla bilər. Kilsəni Paşinyana qarşı hazırki mərhələdə qaldıran kimdir? Bir çoxları bunun arxasında Kremlin durduğunu vurğulayırlar, amma çox məntiqli cavablar da istəyirik əslində bu baxımdan, əgər siz də belə düşünürsünüzsə. Kilsə təzə qalmayıb Paşinyana qarşı. Elə 44 günlük müharibədən sonra artıq aktiv şəkildə anti-Paşinyan mövqeyi tutdu və hətta istifasını da tələb elədi. Bir il bundan əvvəl də bu arxiyepiskop Bağratın hərəkatı başladı. İndi növbəti bir mərhələni başlamaq istəyirlər və İsveçrədə Qarabağdan bağlı məsələlər müzakirə olundu və orada siyasi çıxışlar elədi. Ermənistanın katolikosu, bütün ermənilərin katolikosu daha doğrusu. Açıq şəkildə nümayiş elətdirməyə çalışdı ki, Paşinyanın işini mən görürəm. Yararsız bir hökumətimiz var. Ermənilərin maraqlarını müdafiə eləmir və bu səbəbdən də dolayı şəkildə Paşinyan hakimiyyətdə qalmamalıdır dedi və Bağratda küçə hərəkatlarına başlamaq istəyir. Ancaq burada ikinci bir məqam var. Paşinyanın müxalifətdə demək olar ki, rəqibi yoxdur. Kaçaryanın və Sarkisyanın reytingi elə sıfıra yaxındır təqribən. 4% biridir, 2% biri. Ancaq kilsənin müəyyən qədər nüfuzu var. Ona görə təbiidir ki, Paşinyan kilsəyə qarşı bu aktivləşmək məcburiyyətindədir. Və aktivləşmək üçün də kifayət qədər əsas var. Sən nə cür din xadimisən ki, elan eləyirsən və əməl eləməli olduğun şeylərə əməl eləmirsən və kifayət qədər mübahisəli əlaqələrə girirsən. Yəni, əslində qalsa erməni cəmiyyəti üsyan eləməlidir. Ancaq baxın, mənəviyyətsizliyə də bir immunitet yaranıb. Artıq insanlar üçün adiləşib. Deyirsən ki, din xadimi evlənməməlidir, ancaq uşağı var. Özdə kimin? Katolikosu. Nə bilim, bir başqası dayısınla bağlı müəyyən aktiv hərəkətlər eləyib. Yəni, hesabda cəmiyyət üsyan eləməlidir. Yəni, Paşinyan konkret suallar qoyub ortalığa, cavab gözləyir. Hələ ki, cavab yoxdur. Yoxdur, ancaq deməli, bu korrupsiya komissiyası qarşısında məsələ qaldırıb bir vəkil şikayət eləyib ki, o Paşinyanın həmən o yazdığı statusda kifayət qədər baş nazirə yaraşmayan ifadələr var həqiqətən də. Görün səviyyə nə qədər düşdü. Bir dövlətin lideri küçə dilindən danışır, hətta küçənin ən aşağı səviyyəli insanlarının dilindən status yazır və təbiidir ki, bu qəbul olunmaz bir şeydir. Ancaq
mübarizə gedir və Paşinyan hədəf qoyub nüfuzdan salmaq, Katolikos seçkilərinə müəyyən qədər ola bilsin ki, hökumətin müdaxilə imkanlarını təmin eləmək, bunu nə cür eləyə bilər, bu da çox mübahisəlidir. Çünki deyir, biz onların mənəvi keyfiyyətlərini yoxlamalıyıq. Özünün mənəvi keyfiyyətləri yoxlanıldı mı gələndə? Və bunu nə cür yoxlamaq olur ümumiyyətlə? Ancaq hər halda bu uzun çəkəcək bir prosesdir. Paşinyan artıq fəaliyyətə başlayıb, bu tərəfdən Baqrat aktivləşmək istəyir və görək hara gedir. Turab bəy, bir dövr Baqrat aktivləşmişdi, küçə yürüşləri bir xeyli uzun çəkdi, amma sonradan ara sakitləşdi. İndi yenidən proses başlayıb, bu dəfə daha ağır ittihamlar var kilsəyə qarşı. Mən əslində Abtalib bəyə ünvanladığım sualı sizə də ünvanlamaq istəyirəm ki, bu işin arxasında Moskva dayanırmı və istədiyi anda bu alətdən istifadə edirmi Paşinyana qarşı? Əlbəttə ki, bu birmənalı şəkildə belədir. Aydın məsələ ki, bütün postsovet məkanında və Şərqi Avropada bütün bu dini icmaların, dini konfessiyaların bir çoxu vaxtilə Sovet İttifaqlarını yetişdirmiş şəxslərdir. Hansı şəkildə bu yeparxiyaların Rusiyaya, Rusiya kilsəsinə və yaxud Rusiya kəşfiyyatına bağlılığı yenə davam edir. Biz bunun ən bariz şəkildə Ukrayna kilsəsindən Rusiya kilsəsindən ayrılması prosesində gördük. Məsələn, faktiki olaraq Gürcistan həmin dövrdə Rusiya ilə müharibə şəraitdə olmasına baxmayaraq və rəsmi olaraq bütün kanalları yandırmasına baxmayaraq, Gürcistan kilsəsi həmin o səsvermədə daha çox Ukrayna kilsəsinin Moskvaya yoxsa İstanbuldakı o patrikə tabi olması ilə bağlı orada bir müzakirə gedirdi. Və Gürcistan kilsəsi hökumətin mövqeyinin müxalif olaraq orada Rusiyanın mövqeyini dəstəklədi. Yəni, Ukrayna kilsəsinin Rusiyadan ayrılıb, Moskvadan yeparxiyasından ayrılıb, deyək ki, İstanbula bağlanmasının əleyhinə çıxış elədi. Yeni şəkildə biz paralel olaraq görürük ki, deyək ki, Paşinyana qarşı təzyiq elementləri artmaq ehtiyacı duyulduğu zaman, necə ki, köçərən Sarkisyan xətti, yəni bu xəttin Rusiyaya bağlı şübhə doğurmuş, hətta köçərən həbs olmuşdu, xatırlayırsa, Putinin şəxsi xahişi ilə çıxarıldı, eləcə digər üzvləri, Xaçatüryan və s. Və bir çox hallarda bir görürsünüz, Paşinyan öz ad günündə təbrik eləmirlər, amma köçərən ad günündə təbrik edirlər. Yəni, bu qədər açıq. Acaba bu dəfə təbrik elədi. Hə, indi bu dəfə yəqin o parada görə qaytarma təbriki. İndi belə bir münasibət ərəfəsində kilsədən kimsə çıxıb Paşinyana qarşı bu xaç yürüşünə başlayır. Nəyə görə? Çünki artıq görürlər ki, bu ənənəvi müxalifət, bizdə şərt olaraq Ermənistan olaraq Qarabağ klanı deyirlər. Bu köçərən Sarkisyan blokunun bunlar düzəni döyüş generalları və ya döyüş qalibləri kimi aparırlar. Əslində bunların elədikləri 90-cı illərdə bunlar hamısı cinayətkar qruplaşmalar rəhbərləri idilər. Fərqli Azərbaycan qəsəbələrini, kəndlərini talayaraq, dinc insanlara qətl törədərək, həmin kəndləri dağıdaraq hərəsində bir-birinə elə general ruh təsvir verilmiş o Qarabağdan çıxan cinayətkarlardır. Bir qrup şəxsdirlər, şərt olaraq bu Ermənistan bunlar Qarabağ xanı deyirlər və Ermənistan xalqı bu şəxslərdən artıq bezib, yəni 30 il ərzində burada olan talan, soyğunçuluq, korrupsiya, rüşvətxorluq və s. və ilaxır Paşinyanın əslində hakimiyyətin yolunu açan və onun yenə də İrəvan əhalisi tərəfindən xüsusilə təsdiqlənməsi arxasında olan səbəb budur. Və burada baxdılar ki, artıq bu köhnə istifadə olmuş kadrlarla hər nə qədər yenə də Putin və Rusiya onları diriltməyə və dirçətməyə çalışsa da Paşinyan hakimiyyət devrimi mümkün deyil. Yəni onlara nə qədər siyasi sərmayə qoysalar da artıq əhali onlara səs vermir. Yəni onların nüfuzları qalxmır. Onlar yəni hansısa bir real çeviriş etmək iqtidarında deyirlər. Gücləri yoxdur. Bəli, onda qaldı yeriyə nə? İki versiya qaldı. Bunlardan biri əlnəv olaraq kilsədir. Çünki kilsə erməni cəmiyyəti çox güclüdür. Yəni fikir versə məsələn, hətta istər Gürcistanda, istər Ermənistanda adətən bu exit pollarda və s. dövlət rəsmilərin əhalinin inamı çox yuxarı çıxmır. 40-50% civarlarına çıxır adətən. Ancaq kilsə həmişə 90, 95, 98, yəni 95%-in üzərində olur. Yəni bu erməni cəmiyyəti hələ də kifayət qədər əsas o cəmiyyətin belə deyil, sement hissəsini təşkil edir. Ona görə kilsə üzərindən bir çıxış əhalini deyək ki, yenidən siyasi proseslərdə hakimiyyətə aktivləşdirə bilərdi. Bunu istifadə elədilər. O Tavuş vilayətinin əhalisi və s. daha sonra fərqli vilayətlərin əhalisi qoşularaq üsyanlar olurdu. İndi isə görünür ki, kilsə ilə, Paşinyan hətta mərkəzi kilsə ilə artıq vabank gedir. Çünki həmin dövrdə sadəcə bu bir, deyək ki, vilayətin keşişindən gedirdi bu. Baqratla olan bir proses idi. Artıq görünür ki, qarşılıqlı ittihamlar da var. Düşünürəm ki, burada Paşinyanın bu şəxsi ittihamlar keçməsinin bir səbəbi də onun özünə qarşı kilsədən yönələn ittihamlardır. Çünki o vaxt aşağı tənqid edirlər ki,
niyə o nicahda yaşamır, bəs vətəndaş nicahında yaşayır, rəsmi və dini nicahı var mı, bilməm onda. Niyə o şəkildə deyək ki, rəsmiləşdirməyib? Yox, rəsmiləşdirib deyəsin, artıq ürəkli danışır. Ola bilsin yeni bir haldır. Yəni, azından son vaxtlara qədər o vətəndaş nicahında yaşayırdı. O da kilsəyə bu şəkildə cavab verir ki, bəs keşişlərin özləri belə bu qaydaları pozurlar, deyək ki, keşişlərin özləri belə əxlaqsızlıqla məşğuldurlar. Yəni, burada əslində qarşılıqlı şəkildə ittihamlar gedir. İkinci məşhur, deyək ki, Paşinyana qarşı atılan addımda ənənəvi olaraq o daxili, deyək ki, silahlı mübarizənin və daxili bölgələr arası, klanlar arası mübarizənin qızışdırılması idi. Düşünürəm ki, burada da həm də bizdən Qarabağdan köçən o 50 min, 100 min hər nə qədər silahlı erməninin köçməsində həm də Rusiyanın marağı o idi ki, onlar ölkədə böyük bir daxili xaos yaradacaqdılar. Yəni orada düz Azərbaycan ittiham edirlər həmin o ermənilərin köçməsi üçün. Amma fikir versəniz, həm onlar çox hazırlıqlı idilər. Yəni bir gün yarım ərzində 100 min insan dediklərinə görə oradan köçdü. İkinci məsələ isə o idi ki, hətta orada bir çoxuna o sual verildi, siz niyə köçürsünüz? Azərbaycan çağırış edir ki, siz qala bilərsiniz və s. Özləri dedi ki, bizim böyüklər belə məsləhət bilir. Yəni əslində planlı şəkildə o əhali köçürüldü və silahlı şəkildə və orada düşünürdülər ki, bu 100 min, 50 min hər nə qədər bu qaçqının gəlib qəfildən ölkəyə yenidən qaçması, istər Qarabağda əhalinin boşalması faktoru ki, bir dəfəlik artıq Ermənistanın Qarabağ iddiaları üzərində xət çəkirlər, artıq orada bozulan olmayacaq. İkincisi, bu 100 min insanın ev, qida və s. tələbləri, ölkədəki xaos, bunlar çox da silahlı idi. Bu şəkildə Paşinyan hakimiyyəti devirməyə çalışırdılar. Orada Paşinyan yenə də daha bir, bəlkə bu qərbdən olan məsləhətçilərindən, çünki Ermənistan hazırda da qərbdən olan məsləhətçilər var, bir sıra müsahilələrlə bağlı. Daha ağıllı bir gediş edədilər. Bunların bir çoxunu elə xarici yönəltdilər. İndi aydın məsələ ki, artıq gedib Marseldə və yaxud Kaliforniyada yaşayan erməni sabah gəlib yenidən Hadutun hansı kəndində və yaxud Zəngəzurun hansı kəndində yaşamaq istəməyəcək. Bu minvalla Paşinyana qarşı həyata keçirilən hər iki deyək ki, əsas təzyiq aləti hələlik effeksiz görülür. Ancaq kilsə ilə mübarizə hələ də görülmüş kimi davam edir. Abtal bəy, deməli, əslində Paşinyanın ittihamları çox ciddidir. Belə Ermənistan cəmiyyətinin inandığı bir yerdə həmin o rahibləri, keşişləri vurur. Necə deyərlər? Kilsənin əlində hansı şanslar var Paşinyana daha güclü hücum etmək üçün? Əslinə qalsa, kilsə indiyə qədər də imkanlarının çoxundan istifadə edib, bəlkə də elə hamısından istifadə edib. Uğursuz olub deyər. Uğur qazanmaq şansı da yoxdur. İndi açıq demək lazımdır. Bundan əvvəlki hakimiyyətlər özlərini o qədər biabır elədilər ki, Paşinyanın indiki fəaliyyəti cəmiyyət tərəfindən müsbət qarşılanır və yenə də onun nüfuzu bunlarla müqayisədə 3-4 dəfə yuxarıdır. Üstəlik, iqtisadi inkişaf da göz qabağındadır. İndi açıq demək lazımdır ki, müdaxilə məhsul keçən il 8% təqribən artıbdır. Xarici ticarət dövriyyəsi xeyli artıbdır ki, bu ağla gəlməz bir səviyyədir. Yəni, müəyyən iqtisadi, üstəlik korrupsiyanın səviyyəsi də əvvəlki dövrlərlə müqayisədə çox aşağıdır. Bu da etiraf olunmalı məsələdir. Bayaq siz dediniz, mən cavab vermədim. Təbiidir ki, Moskvanın burada əli var. Ancaq təkcə Moskvanın yox. Avropada da müəyyən dairələr görünür. Deməli, bu dini qurumlara dəstək verir. Çünki Paşinyanın bəyanatından sonra bir neçə mərkəzdən hücumlar başladı. Həm Moskvadakı ermənilər etiraz elədilər, həm Avropadan etirazlar gəldi. Yəni, Apostol kilsəsinin kifayət qədər dayağı var. Ancaq bundan əvvəlki dövrdə göstərdi ki, bunların imkanları məhduddur. Çünki Qarabağdan ermənilərin köçü və Qarabağın tamamilə boşaldılması bundan gözəl. Nə imkan ola bilərdi Paşinyanı yıxmaq üçün? Yıxa bilmədilər. Yıxa bilmədilərsə, indi nə deyib, nəyə əsas gətirib o hərəkatı gücləndirə bilərlər? Yəni, elə bir imkan mən hesab edirəm ki, əvvəlki dövrlə müqayisədə daha məhduddur. Ola bilsin ki, misal üçün, konstitusiya dəyişikliyinə getmək istəsəydi, bəlkə bunu bəhanə eləyib. O da hələ getmək istəmir, deyir 2026-cı ildən sonra bu məsələyə baxmaq olar. Mən hesab edirəm ki, Paşinyanı yıxmaq yaxın vaxtlarda qeyri-mümkündür. Seçkidə udmaq olarmı? Burada təbii yeni liderlərin ortaya çıxmasına ehtiyac var. Artıq Sarkisyanın partiyasında baş nazirliyə namizədi dəyişdiriblər. Onun səviyyəsi nədir, onun imkanları nədir? Buna da baxmaq lazımdır. Ancaq Kaçaryanla, Sarkisyanla
Paşinyanı devirmək qeyri-mümkün. Turab bəy, bu Zəngəzur dəhlizi ilə bağlı nələrsə baş verir. Hissiyatımız bunu deməyə əsas verir və Paşinyanın da son dövrlər Zəngəzur dəhlizi ərazisinə səfər etməsinin şahidi olmuşuq. Yeni xəbərlərdən biri də məsələ Paşinyan bu dəfə ailəvi, yəni həyat yoldaşı ilə bərabər ora səyahət edib, bunu vurğulayaq. Zəngəzurdakı səfərdən söhbət gedir. Orada yaşayan əhalini nəyə inandırmağa, nəyə öyrəşdirməyə çalışır hazırda və sizin düşüncələriniz, təhlilləriniz Zəngəzur dəhlizinin açılması ilə bağlı nə deyir? Bilirsiniz, bu dərindən baxdıqda elə bu da Paşinyanı devirmə hissəsi, tərkib hissəsi kimi idi. Baxın, çünki insanlar adətən daha çox sosial, iqtisadi məsələlər önəm verirlər. İstər səsvermə prosesində olsun, istər siyasi davranışlarda və Paşinyan burada kifayət qədər uğurlu bir metodika seçmişdi, hansı ki onu dəstəkləyirdilər. Daha sonra insanlar ancaq o halda iqtisadi plan məsələləri və digər hüquqlar ikinci plan atırlar ki, onlar təhlükəsizlik problemi ilə üzləşirlər. Buna görə də vaxtaşı olaraq Ermənistan ictimaiyyətindən, müxalifət tərəfindən, həm Rusiya tərəfindən bir Qazağın kəndləri məsələsi qaldırıldı, bir Zəngəzur məsələsi qaldırıldı. Yəni bunlar həmişə qaldırılanda da sanki Azərbaycan bu ərazidə Ermənistan ərazidə müdaxilə eləyir, Azərbaycan Ermənistanı işğal eləyir, Azərbaycan Ermənistanı işğal eləyəcək tipində bir təbliğat tapılır. Bu öz nəticəsini aşağı-yuxarı verir. Çünki məsələn bu Tovuzun üzbəüz olan Tavuş vilayəti ilə həmin ərazidə daimi gərginlik var. Biz görürük ki, həmin ərazidə əhali gərgindir. Təsadüf edir ki, Keşif Baqrat hərəkətini oradan başladı sırf. Görürük ki, Azərbaycana həmin ərazidə hansı Ermənistan əraziləri verilirmiş kimi. Eyni məsələ Zəngəzurda da var. Siz fikir verirsiniz, sonuncu seçkilərdə Paşinyanın ən aşağı səs aldığı yer və Köçəryanın ən çox səs aldığı yer Zəngəzur oldu. Nəyə görə? Çünki Zəngəzurla bağlı sərhəddə xüsusi aktivlik vardı. Vaxtaşı olaraq Ermənistan tərəfindən təxribatlar olur. Bizim ordumuz hücumu keçirdi. Hətta hücumların birində xatırlayırsa bu Cərmuş şəhərinin cəmi 1 neçə kilometrliyinə bizim ordumuz gedib çıxmışdı. Bütün bunlar bir təhlükəsizlik qayğısı yaradır və həmin ərazidə yaşayan əhali özünü təhlükəsiz hiss eləmir. Onlar düşünürlər ki, Paşinyan ola bilsin iqtisadi cəhətdən daha uyğun bir islahatlar həyata keçirir, amma Köçəryan və Sarkisyan olsa, əlbəttə ki, indi onlar 90-cı illə müqayisə edir. Ermənistan daha güclü olardı, biz daha çox müqavimət göstərərdik, Azərbaycan bizdən hərbi cəhətdən güclü ola bilməzdi. Sanki insanlar bu təhlükəsizlik qorxusundan istifadə etməyə çalışırlar. Paşinyan isə bunun qarşılanması üçün vaxtaşı olaraq həmin əraziyə iqtisadi, siyasi reveranslar edir. Bunların ən məşhuru nədir? Ermənistana ayrılan siz bütün sonuncu yardımlara baxsınız, mesela Avropa İttifaqına ayrılan yardımlar, istər ABŞ-ın, istər digər kreditlər, böyük əksəriyyəti sırf Zəngəzurla bağlıdır. Yəni Zəngəzur çox böyük yatırımlar ayrılır, çox böyük mali yatırımlar var, iqtisadi yatırımlar var. Zəngəzurdan yeni dəmir yolunun və avtomobil yolunun keçməsi ilə bağlı danışıqlar var. Nə qədər rentabel olacaq, olmayacaq başqa bir şeydir. Hətta Ermənistana ayrılan, deyək ki, 2 milyarddan çox vəsaitin 600 milyonu sadəcə Zəngəzurdan Gürcüstan sərhədinə qədər yolun çəkilməsi və s. idi. Yəni bu infrastruktur yatırımları, bu digər maliyyə yatırımları istərsəməz əhalini həmin bölgədə bir qalmağa həvəsləndir. İkincisi də əhalinin bəli, əhali üçün cəlbedici. Yəni faktiki olaraq Paşinyan bu iqtisadi yatırımlarla belə deyim, həmin əhalinin Köçəryan tərəfə keçməsinin müxalif olmasını qarşılamağa çalışır. Düşünürəm ki, bu səfərlər həm də bununla bağlıdır və bu səfərlərin hər birində də bölgəyə yönəlik və Zəngəzurun Ermənistan qalması ilə bağlı, yəni hər hansı bir təhlükədə olması ilə bağlı da pozitiv mesajlar ötürülür. Xüsusilə düşünürəm ki, Avropa ölkələrinin arada orada konsulluq açmasının bir səbəbi də istər Belçika olsun, Fransa olsun və ya deyək ki, fərqli ölkələr olsun, İran olsun. Bir səbəbi də odur ki, bununla da göstərir ki, baxın, narahat olmayın, burada təhlükəsizdir. Xarici ölkələrdə burada diplomatik nümayəndələri açırlarsa, bu ərazilə bağlı təhlükə yoxdur və bununla faktiki olaraq belə deyib, özünə qarşı yönəlmiş Köçəryan Sarkisyan blokunun və Rusiyanın bu propaganda maşını qarşıdan almağa çalışır. Yəni, mən gördüyüm bu qədərdir. Abtal bəy, siz də Turab bəy kimi düşünürsünüz, fikirləşirsiniz, yoxsa fərqli argumentlər var? Hansı məsələ? Zəngəzur dəhlizi ilə bağlı Paşinyanın artıq mütəmadi olaraq Zəngəzur dəhlizinin yerləşdiyi ərazilərə səfərlər etməsi ilə bağlı. Şübhəsiz ki, çox mühüm ərazidir o. Çox mühüm ərazidir və görürsünüz, konsulluq açmaq istəyənlərin sayı artır. Və təbii ki, Zəngəzur dəhlizinin açılması da Ermənistan üçün çox həyati bir məsələdir. Ancaq bu gedişlə hələ yaxın vaxtlarda belə bir dəhlizin açılmaq imkanı görünmür. Çünki İran qarşısını almaq üçün əlindən gələn eləyir. Açıq şəkildə də Rusiyanı müharibə ilə hədələdi. Ən yaxın dövlətdir Rusiya İrana. Ancaq açıq şəkildə dedilər ki,
biz Rusiya, Türkiyə və Azərbaycana qarşı hətta hərbi əməliyyatlar keçirmək hesabına da Zəngəzur dəhlizinin eksterritorial olmasına imkan vermərik. Burada indi bu eksterritoriallıq məsələsi çox maraqlıdır. Deməli, 97-98-ci illərdə Minsk qrupu 2 dəhlizlə bağlı təklif verib. Həm Laçın dəhlizi, həm Zəngəzur dəhlizi, onu da demirlər. Naxçıvandan Azərbaycana çəkiləcək dəhliz. Və orada deyir ki, hər iki dəhlizdə hərəkət azad və maneəsiz olmalıdır. Yəni, eksterritoriallığın əlamətlərini açır. Azad və təhlükəsiz. 98-ci il təklifində qərara gəlirlər ki, azad və maneəsiz eyni şeydir, bir maneəsiz ifadəsi qalır. Dəhliz, deməli, maneəsiz olmalıdır hərəkət. İndi Naxçıvandan Azərbaycanın əsas hissəsinə çəkiləcək dəhlizdə nəqliyyatın və insanların hərəkətinin maneəsiz olması tələbi var. Yəni, əslinə qalsa bu dəhliz eksterritorial olmalıdır. Yola da nəzarət, yoxlama olmamalıdır. Ancaq nəzarət Rusiya sərhədçilər tərəfindən. O da girişdə və çıxışda yox, yalnız yol boyu nəzarət ki, orada terror olmasın, başqa, yəni təhlükəsizlik təminatı. Ancaq buna da Paşinyan qol çəkib, İran etiraz edir. İran etiraz edir və kifayət qədər də hədə-qorxu gəlib etiraz edir. İndi bunu nə cür yolla qoymaq olar? Rusiya İranı yola gətirə bilərmi? Çünki Rusiya üçün də çox vacibdir bu dəhlizdə nəzarəti ələ almaq. Aydın məsələdir. Aydın məsələdir, amma bölgədə bizim mövqelərimiz daha da güclüdür. Bunu Azərbaycan, Pakistan və Türkiyə üç tərəfli strateji platformasının inkişaf etdirilməsindən biz deyə bilərik. Yeri gəlmişkən Azərbaycan prezidenti ilə Pakistanın baş naziri arasında telefon danışığı olub, qarşılıqlı bayramlaşma olub, yəni rəhbərlər bir-birini təbrik ediblər və bu da Azərbaycan-Pakistan arasında dostluğun, münasibətlərin daha da dərinləşdirilməsinin göstəricilərindən biridir. Hətta hərbi, elm, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. Bu baxımdan Azərbaycan-Pakistan-Türkiyə strateji müttəfiqliyi, dostluğu digər o kənar təsirlərin azaldılmasına təsir göstərər, Turab bəy? Əlbəttə ki, burada əsl məqsəd həm də odur ki, bu ölkələr birlikdə bir hədəf kimi deyək ki, bir məqsəd qoymaya çalışırlar və təsadüfi deyil ki, dediyim kimi Azərbaycan müstəqillik günündə məhz həm Türkiyə, həm Pakistan rəhbərliyi buradaydı və düşünürəm, burada həm Ermənistana, həm Ermənistan hamilərinə qarşı açıq mesaj vardı. Burada deyək ki, düzdür, İranla münasibətdə normallaşma yoluna gedir, ancaq İranın daha əvvəllər verdiyi mesajlara bir cavab vardı. Burada Rusiyanın verdiyi mesajlara bir cavab vardı. Çünki xatırladınız, həmin ərəfədə Lavrov gəlib İrəvandan qərbə fikirlər səsləndirmişdi. Məsələn, Qarabağın erməni tərəfindən Rusiya silahları ilə alınması ilə bağlı. Əslində, bu həm də bir mesajdır. Yəni, onu ehtiva edir ki, lazım gəlsə biz bu silahları sizə vermişdik, siz almışdınız. Daha sonra siz Qarabağ itirdiniz. Əgər yəni, hansısa bir uğur əldə eləmək istəyirsə, siz yenə də Rusiyanın ipindən yapışmalısınız. Yəni, burada Paşinyana açıq mesaj verilir. Və bu mesaj iki tərəflidir. Yəni, bir tərəfdən Paşinyana verilir ki, Rusiyanın yaxınlaşmaq lazımdır, Rusiyanın himayəsi keçmək lazımdır. Əks halda Ermənistan daha da strateji mövqe itkisilə üzləşəcək. Digər tərəfdən bizə Azərbaycan mesaj verilir ki, yəni bölgədə daimi sülh, daimi sabitlik istənilirsə, o zaman Azərbaycan-Rusiya ilə əməkdaşlıq eləməlidir və bunu 28 may ilə bağlı təbrik məktubunda da Vladimir Putin açıq şəkildə yazmışdı. Yəni, əvvəlki illərin məktubları ilə müqayisədə biz görürük ki, bu dəfə sırf o sabitlik məsələsinə vurğu və s. onunla bağlı idi ki, həm də Azərbaycan tərəfi açıq şəkildə Rusiya Ermənistana etdiyi kimi bizə də nümayiş etdirməyə çalışır. Yəni, bölgədə sabitlik və s. bu daha çox Rusiyanın tutumundan asılıdır. Və biz Laçında olan, yəni təsadüf ki, o müstəqillik gününü cənab prezident Qarabağda və Laçında xüsusilə strateji önəmi baxımından uzun müddət müzakirələrdə əsas düyün nöqtəsi oldu Laçın. Yəni, çünki Ermənistan Laçını heç bir halda ətraf rayonlara qaytarsa belə müzakirə açmaq istəmirdi. Bəzən Laçın və Kəlbəcər, bəzən Laçının 2 kilometri və hətta uzun müddət bu dəhliz məsələsi biz də gündəmdə qaldıq, xatırlayırsınızda. Və oradan sırf o cür mesaj verilməsi həm Türkiyə prezidenti, həm Pakistan baş naziri, bu təsadüfi deyildi. Və bunun arxası
fikir verirsə, Azərbaycan həm də bir silahlanmaya gedir. Yəni özü də öz silah arsenalını möhkəmləndirməyə çalışır. İstər Pakistan, Çin istehsalı ortaq silahlar olsun, istər İsraillə sonuncu müdafiə sənayesi ilə bağlı müqavilələr olsun. Həmin ərəfədə yenə Azərbaycandan İsraildən nümayəndə heyəti gəlmişdi. Türkiyə ilə ortaq məsələlər olsun, ortaq silah istehsalı və s. olsun. Bütün bunlar da onu göstərir ki, burada da bir faktiki olaraq bir hazırlıq var və Azərbaycan özünü nümayiş elətdirir ki, biz lazım gəldikdə bölgədə Azərbaycan və öz müttəfiqləri həm təhlükəsizliyin təmin olunması, həm sabitliyin təmin olunması üçün, həm də öz strateji maraqlarını həyata keçirmək üçün ortaya real güc qoya bilərlər. Və bu təkcə deyək ki, Zəngəzur dəhlizi ilə də bağlı deyil, əslində daha geniş bir strateji siyasi-iqtisadi zonanın formalaşması prosesidir belədir. Çünki digər tərəfdən fikir verirsə, Azərbaycan Türk Dövlətlər Təşkilatı ilə bu əlaqələr inkişaf elətdirir. Buradan Türkmənistanla aradakı problemlər həll olundu. Özbəkistanla xüsusi strateji fondlar yaradılır, xüsusi strateji əlaqələr formalaşdırılıb. Qazaxıstanla eyni şəkildə hərbi siyasi münasibətlər, Qırğızstanla, Əfqanistanla və Pakistanla. Və eyni zamanda bu yol üzərində də artıq iqtisadi təməllər də atılır. Məsələn, Azərbaycan bir tərəfdən Rumıniya və Macarıstanla elektrik kabelləri çəkir, Qazaxıstanla fibrooptik xətlər çəkir, fiberoptik xətlər çəkir. Digər tərəfdən Türkmənistan, Əfqanistanla elektrik şəbəkəsi, dəmir yol şəbəkəsini birləşdirir, Özbəkistan eyni şəkildə. Yəni, daha çox yeni bir regional alyans formalaşır deyə bilərik. Ən azından düzdür, bu hal tam siyasi kontrollar ortada deyil, amma bunun iqtisadi və nəqliyyat kommunikasiya kontrollar ortadadır. Düşünürəm ki, faktiki olaraq Azərbaycan burada Türkiyə ilə birlikdə Pakistanla bir orta güc, üçüncü bir güc yaratmaq istəyir. Yəni bu nə tam bu qərbin nəzarətində olacaq, nə şərqin nəzarətində olacaq, nə Rusiya ilə Çin tərəfdə olacaq, nə deyək ki, Avropa İttifaqı tərəfdə olacaq, amma ortada olub hər iki tərəflə azad iqtisadi siyasi münasibətlər saxlaya biləcək yeni bir gücün formasında iştirak edirlər. İndi bu nə qədər tutarlı olacaq, nə qədər deyək ki, qısa bir zamanda öz effektini verəcək. Əlbəttə ki, bunu önümüzdəki prosesdə daha aydın şəkildə göstərəcək. Abtal bəy, Azərbaycan, Pakistan, Türkiyə strateji platformasının inkişaf etdirilməsi sırf bizim bölgəmizdə gedən hansı proseslərə daha fərqli təkan verə bilər? Sözün yaxşı mənasında Azərbaycanın və Türkiyənin xeyrinə. İlk növbədə müstəqilliyimiz üçün məlumdur ki, təhlükəli qalmaqdadır. Rusiya, Ukraynada istəyinə yaxınlaşır və tamamilə mümkündür ki, Rusiyanın istəyinə uyğun bir sülh razılaşması imzalansın ilin sonuna qədər və Rusiyanın iştahı da məlumdur. Putin açıq şəkildə deyib ki, biz keçmiş Rusiya torpaqlarını toparlayıb inkişaf möhkəmləndirməliyik. Bu özünə missiyası sayır və keçmiş Rusiya torpaqları deyəndə də təbiidir, bizi də o torpaqlardan hesab edir. Ona görə bizim Pakistan və Türkiyə ilə əməkdaşlığımızın genişlənməsi ilk növbədə müstəqilliyimizin təminatı üçün vacibdir. Keçmiş Rusiya torpaqları deyəndə bu Sovet əraziləri nəzərdə tutulur da, deyirsiniz? Ən azından onu nəzərdə tutulur, ancaq ola bilsin ki, iştahı biraz da böyük olsun. Sahibkarlarla görüşdə 2022-ci ilin iyununda belə bir bəyanat verdi. Açıq şəkildə, heç kimdən çəkinmədən və dünyada heç bir dövlət buna etiraz ediləmədi ki, sən nə cür deyirsən ki, Pyotr Rusiya torpaqlarını toparladı, güclü bir dövlət yarattı, indi o missiya bizim üzərimizə düşür. Sən nəyi toplamaq istəyirsən? Müstəqil dövlətlərə qarşı verdiyin bu bəyanat indiki müasir şəraitə uyğunmu bir bəyanat? Hamı sustu. Ümumiyyətlə, susqunluqla qarşılamaq işğalçılar üçün vaxt həvəsləndirir və biz bu təhlükəni təbii ki, nəzərə almalıyıq. Konkret Zəngəzur dəhlizi məsələsində bu məsələ, bu ittifaqın təsiri ola bilərmi? Buna inanmıram sözün düzü. Çünki İran bu qədər təhlükələrlə üz-üzədir, yenə də ağıllı addım atmaq istəmir. Nüvə demək proqramınla bağlı Amerika ilə bilirsin ki, danışıqlar, arzu olunan nəticələri hələ ki verməyib və bu gedişdən heç verənə də oxşamır. Yəni, açıq şəkildə İran deyir ki, mən nüvə silahı istəmirəm, yalnız dinc məqsədlərlə nüvədən istifadə eləmək istəyirəm. Bunun üçün də 3,7% təqribən uranı zənginləşdirmək lazımdır. Onda Amerikada deyir ki, sənin onda nə ehtiyacın var ki, bu nüvəni uranı zənginləşdirəsən. Kənarda zənginləşdirilsin, oradan al, Moskvadan al, yaxud bölgədə bir mərkəz yaradılsın. Yox, bu deyil mənim üçün, bu mənim dövlət
kimi bir fəxrimdir, qürurumdur ki, mən uranı zənginləşdirə bilirəm və hardasa 60%-ə qədər zənginləşdiriblər. Yəni, açıq-aşkar, əgər bu qədər təhlükələri görmürsə, bir tərəfdən İsrailin təhlükəsi, bir tərəfdən Amerika Birləşmiş Ştatlarının kifayət qədər ciddi təhlükəsini nəzərə alıb, ağıllı addımlar atmaq istəmirsə, mən inanmıram ki, Zəngəzur dəhlizinlə bağlı onu müəyyən reallıqlarla barışmağa məcbur eləmək mümkün olsun. Təbii ki, biz bölgəmizlə bağlı kifayət qədər istiqamətləri danışdıq. Mən istəyərdim hazırda dünyanın diqqətinin yönəldiyi Rusiya-Ukrayna müharibəsinə də yönələk. Çünki hörümçək toru əməliyyatından sonra vəziyyət bir balaca da gərginləşdi. İndi biz Rusiyanın Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirməsinin şahidi oluruq. Eyni zamanda bu zərbələr nəticəsində bir xeyli də dünyası dəyişən Ukraynalı var. Müharibə daha şiddətli xarakteri almağa başlayıb. Dayanma ehtimalı yoxdur. Bayaq biz Abdullah bəylə söhbət edəndə efir öncəsi Abdullah bəy dedi ki, ilin sonuna qədər dayanmalıdır. Çünki hər iki tərəf üçün bu vacib hesab ediləcək. Turab bəy, siz necə düşünürsünüz? İndi vəziyyətin o nəzarətdən çıxması məqamındayıq, yoxsa necə? Açıq mən düşünürəm ki, artıq bizim atəşkəslə bağlı ümidlərimiz kifayət qədər azalır. Çünki dünyada atəşkəslə bağlı yaxşı və ya pis və tərəflərin müzakirəsini açır. Yeganə planı olan, yeganə bununla bağlı istəyi olan və yeganə buna qabiliyyəti olan şəxs, buna qadir olan şəxs ABŞ prezidenti Donald Trump idi. Və o çox çalışdı. Yəni, tərəfləri təzyiq elədi, Zelenski çağırdı, Oval ofisdə danladı. Rusiyanın dəfələrlə həm bəzən Putini tərifləmək bahasına, bəzən Rusiyanı açıq şəkildə təhdid eləmək bahasına məcbur elədi ki, onlar masaya otursunlar. Və burada hətta bir ara bu koalisiyada bölmüş. Məsələn, sonuncu dəfə İstanbul danışıqlarından əvvəl Çin açıq şəkildə, hətta Rusiya buna müəyyən qədər narahatçılıq da istəyirmiş. Niyə Çin onun müttəfiqi olsa belə qarşı tərəfdə çıxış edir kimi. Çin də qoşulmuşdu ki, məhz açıq şəkildə artıq Rusiya ilə Ukrayna arasında atəşkəs olmalıdır, danışıqlar olmalıdır. Braziliya, yəni BRICS ölkələrindən üstəlik sosialist Lula da Silva'nın rəhbərliyi altında Braziliya açıq şəkildə Putinə müraciət edək ki, bu atəşkəs olmalıdır. Türkiyə həm ev sahibi kimi, həm deyək ki, hər iki tərəflə görüşə bilən ölkə kimi buna çalışırdı. Yəni, faktiki olaraq burada təkcə Donald Trump yox, eyni zamanda Braziliya, Çin, Türkiyə və s. Bunlar da bu cür çağırışlar eləyirlər. Ancaq biz gördük ki, kifayət qədər tərəflər burada dekonstruktiv davrandılar. Yəni, konstruktiv davranmadılar. Bir tərəfdən yəni Rusiya tərəfi öz tələblərini, çox sərt tələblər qoyur. Deyək ki, işğal edib ərazidən qalmasını istəyir və getdikcə bu ərazinin sahib böyüdür tələblərini. Və sonunda mənə gəlir ki, bu bütün Ukraynanın ərazisini tələb eləməyə qədər gelib çıxacaq. Digər tərəfdən Ukrayna tərəfi isə qeyd-şərtsiz olaraq Rusiyanın həmin ərazidən çıxmasını istəyir. Və yaxud əgər Rus ordusu qalacaqsa, atəşkəs qalacaqsa, çünki Trump çox təzyiq elədi ki, indiki məqamda biz Rusiyadan bütün o tutulmuş yerlərdən çıxmaq tələb eləyə bilməyəcəyik. Yəni, Ukraynanın tələbləri edilə bilir şəkildə olmalıdır. Yəni, icra olunmağa açıq olmalıdır. Onda da Ukrayna tələb qoyur ki, Ukraynanın NATO qəbulu sürətləndirsin və bu şəkildə artıq NATO qarantiya versin. Aydın məsələdir ki, Rusiya ilə müharibənin başlamış səbəblənən bir kimi həm də Ukraynanın neytral olması lazım oldu və NATO-ya qoşulmanı göstərdi. Bu şərtlə də Rusiya qarşılaşmayacaq. Görünür ki, tərəflər indiki halda şərtləri üstə düşmür. Ona görə mən daha uzun müddət bu müharibənin davam edəcəyini düşünürəm. Çünki burada ABŞ Rusiyanın ölümcül sanksiyalara təhdid edir. Putin o kölgə donanması deyilən o 100-dən çox, 160-dan çox gəmiyə qadağa qoyuldu. Belə bir xüsusi qanunla gətirmək istəyirlər ki, Rusiyadan neft və enerji alan ölkələr, Çin olsun, Braziliya, Türkiyə, Hindistan və s. bunlara sanksiya tətbiq olunacaq. Yəni bu şəkildə iqtisadi cəhətdən boğmağa çalışırlar. Amma digər tərəfdən axı burada təkcə həm də şərtlərə razılaşmayan Rusiya deyil, eyni zamanda həm də Ukraynadır. Ona görə də ABŞ administrasiyası da burada sanki biraz çaşbaş qalıb. Yəni, faktiki olaraq istəsəyin ki, sonuncu görüşlərdən əvvəl bu hörümçək toru əməliyyatı başladıldı və demək olar ki, Rusiyanın strateji nüvə bombardmançıları və s. çox ağır zərbə aldı bundan sonra. Aydın məsələn ki, bundan sonra Rusiyanın eskalasiya gedib Ukrayna şəhərinin bombalanması gözlənilir. Yəni, buradan bir sülh çıxmayacaqdır. Və faktiki olaraq açıq danışmaq lazım gəlirsə, mən düşünürəm ki, burada hələ ki müharibə gedişi son 4 ildir, 5 ildir tamamilə Böyük Britaniyanın istəkləri çərçivəsində Böyük Britaniyanın o çəkdiyi senaryo üzrə davam edir. Necə ki, 2 il əvvəl, 2 il yarım əvvəl İstanbulda görüşlərdə yenə artıq
bir barışıq mümkün idi, barışa yaxınlaşmışdılar. Ən azından ateşkəsə Boris Johnson birbaşa Kiyevə səfər elədi və o səfərdən sonra Ukrayna son bütün ərazidə azad olunmamış müharibəni dayandırmayacağını bildirdi. Yenə də biz görürük ki, açığı bu Rusiya baş vermiş əməliyyatlarda mən düşünürəm ki, burada Britaniya kəşfiyyatının rolu olmadan bunları eləmək yəqin çətin olardı. Hətta mən orada ABŞ-ın PEC sistemindən istifadə edildiyini də düşünürəm, istər-istəməz. Düz bunun üçün Britaniya, yəni Donald Trump dediyi kimi məlumatlandırmaya bilərdi həqiqətən, yəni xəbər olmaya bilərdi. Çünki Britaniya bunlar çıxışı var. Və başqa bir məsələ, kiçik şəkildə bunu toxunmaq istəyirəm ki, burada bir də biz də Rusiyanın nüvə qalxanının soyundurulmasını görürük. Yəni, faktiki olaraq Rusiyanın nüvə dəyənəyini də əlindən alırlar. Çünki fikirləşirsə, Ukrayna bəzən zərbələr indirdikdə birbaşa özünün sərhəd xəttində olan, özünə təhdid yaradan qüvvələri yox, sərhəddən çox uzaqda olan qüvvələrə bu hücumlar edilir. Düz bir tərəfdən belə başa düşürlər olaraq ki, Ukrayna Rusiyanın prestijini, imicini yerlə bir eləyir və bütün dünyada Rusiyanın daha gülünc bir vəziyyəti salır və yaxud qarşılıq verir Zelenski ki, deyirsiniz, bunun heç bir kartı yoxdur və mən də bunları eləyə bilərəm əgər Rusiya hücumlar davam eləsə. Amma digər tərəfdən də sual ortaya çıxır ki, məsələn, Zelenskiyə və Ukraynaya Qazaxıstanla Çinlə sərhəddə yerləşən Rusiya radiolokasiya sistemi, bizdəki bu Qəbələnin oxşarı nəyə lazımdır? Və yaxud, məsələn, onu sıradan çıxardılar, neçə elə hücumlar oldu. Və yaxud Irkutskdakı Çin-Monqolistan sərhədindəki Rusiya strateji bombardımançısı, onu dağıtmaq nəyə lazımdır? Burada görünür ki, həm də Rusiyanın nüvə müdafiə sistemini zədələməyə çalışırlar. Yəni, bu şəkildə də bu açıq ortaya qoyur ki, burada daha çox Britaniya maraqlarına uyğundur, nəinki sadəcə Ukraynanın öz fəaliyyəti belə deyək. Aydındır. Abdullah bəy, sizinlə davam edək. Bu arada Trumpdan gözləntilər çox idi. Həddindən artıq çox idi. Hətta özü də belə çıxışlarında həvəslə danışırdı ki, səlahiyyətlərə başlayan kimi birinci işin bir sutq ərzində Rusiya-Ukrayna müharibəsini bitirməkdir. Bacarmadı. Olan bu arada yenə də Trump olur. Verdiyi sözlər reallaşmır bu müharibə ilə bağlı. Maraqlıdır, Rusiya liderinə niyə təzyiq göstərə bilmir Birləşmiş Ştatlar? Çünki reallığa başa düşür. Trump ya Rusiya təzyiq eləməlidir, ya Ukrayna təzyiq eləməlidir. Rusiya təzyiq eləsə, bu proses 3-4 il uzana bilər ən azı. Ancaq Ukraynanı qısa müddətdə məcbur eləmək mümkündür. Ona görə bu yolu seçib. Və baxın, Putinin tələblərinin demək olar ki, böyük əksəriyyətini Trump da dəstəkləyir. Yeri gəlmişkən, müharibə başlayanda Rusiyanın bir tələbi var idi, neytrallıq. Və bunu Makron missiyasında da ortaya qoydu. Fevralın 8-də Makron həm Moskvaya, həm Kiyevə gəldi və bir tələb qoydu. Neytrallıq. Sonra martın 27-sində müharibədən bir ay sonra Zelenski Rus jurnalistlərlə müsahibəsində açıq dedi. Məndən tələb olunurdu ki, neytrallığı qəbul edeyim. Eləmədim, indi qəbul edirəm, deyir. Martın 27-sində. İndiki şəraitdə mən ümid edirəm ki, ilin sonuna qədər sülhə nail olmaq mümkündür. Əgər olmasa, Trump çox ağır vəziyyətdə qala bilər. Yəni, nəyin hesabına? O memorandumda Rusiyanın tələb etdiyi, götürdüyümüz ərazilər bizdə qalır, sən bunu tanıyırsan. Bunun hesabına? Onsuz da Trump deyir ki, o əraziləri ikisindən Ukrayna barışmalıdır. Sadəcə olaraq Rusiyanın başqa tələbi də var. Deyir ki, yerdə hardasa 10.000 kvadrat kilometr ərazi qalıb, oradan da çıx. Trump bunu hələ dəstəkləməyib. Digər tələblər də var. Ukrayna ordusunun sayının məhdudiyyət qoyulması, Rus dilinin rəsmi dil elan olunması və s. orada başqa tələblər də var. Və bunların çoxunu çox güman ki, Amerika Birləşmiş Ştatları da dəstəkləyə bilər. Çünki reallıq budur. Hamı bilir ki, Amerikanın yardımı olmadan Ukrayna 3-4 aydan artıq dayana bilməz. Onsuz da indiki şəraitdə də Rusiya irəliləyir. Son deyək ki, 24 və 25-ci ildə hardasa 6.000 kvadrat kilometr ərazi işğal ediblər. Ağır-ağır olsa da proses Ukrayna ərazilərinin işğalınla davam edir. Və təbiidir ki, üstəlik indi bir şey də nəzərə almalıyıq. Rusiyanın o ateşkəslə bağlı təklifində də müəyyən konstruktivlik var. Deyir ki, ateşkəs nə üçündür? Sülh razılaşması üçündürsə, onda gəlin xaricdən silah verilməsi dayandırılsın və səfərbərliyi də saxla. Çünki əgər sən vaxt qazanıb, daha güclü mənim qarşıma çıxmaq istəyirsənsə, mən buna imkan vermərəm. Sülh istəyirsənsə, gəl ateşkəsə gedək, ancaq bu şərtlərlə gedək. Açıq deyirəm ki, çox güman ki, Amerika Birləşmiş Ştatları da bu təklifi dəstəkləyər. Və Zelenskiyə təzyiqlər onsuz da qapıdadır. İndiyə qədər də olub. Ancaq kəskin təzyiqlər Zelenskini məcbur eləyə bilər. Çünki Ukrayna silahlarının hardasa
50-55%-ni özü istehsal edir, yaxud alır. Avropadan gələn 25%-dir silah. Ancaq o 25%-in də hardasa 70%-ni Amerika Birləşmiş Ştatlarından alır. Bəs niyə kəsmir yardımı? Kim? Birləşmiş Ştatlar. Köhnə öhdəlikləri yerinə yetirir və 50 milyonluq da indi təzə bir təklif var. Yəni əslində qalsa elə bir ciddi yardım yoxdur hələ. Görün, ilin yarısıdır artıq. Əvvəlki dövrlərlə müqayisədə yardımlar demək olar ki, yoxdur. Bir dayandırılsa, kəşfiyyat məlumatları da verilməsə, üstəlik Starlink-dən deməli istifadə olmaq imkanı da olmasa, Ukrayna çox ağır vəziyyətə düşə bilər. Və baxın, istər Kurska girməsi tam əhəmiyyətsiz bir əməliyyat idi və nə qədər insanın itkisinə gətirib çıxardı. Üstəlik bu hayküylü bu hörümçək toru əməliyyatı. Ukraynaya nə verdi bu? Hə, Amerika Birləşmiş Ştatlarının xeyrinə oldu. Nüvə balansını ola bilər ki, müəyyən qədər dəyişdirdi. Hardasa 30%-dən artıq bombardımançıları sıradan çıxartdı. Ancaq bu hərbi əməliyyatlara təsir eləyəcək hadisə deyil. Əvəzində yenə də Ukrayna şəhərləri dağıldı, vəhşiliklə dağıldı. Üstəlik bu həmin əməliyyata cavab dünənki deməli hücumdur, yoxsa hələ qarşıda da yeni... Deyilənlərə görə qarşıda daha iri əməliyyatlar olacaq. Və üstəlik Trump haqq qazandırdı. Dedi ki, Zelenski o əməliyyatdan əsas verdi Putinə. Yəni açıq şəkildə görünən nədir? Trump sülhün yalnız Zelenskiyə təzyiq vasitəsilə baş tutacağına inanır və ona da inanır ki, Zelenskiyə təzyiq göstərib Rusiyanı da dilə tutmaq lazımdır ki, sən də biraz iştahını azalt və sülhə gələk. Mən hesab edirəm ki, yaxın vaxtlarda bu prosesləri sürətləndirib ilin sonuna qədər sülhü təmin etməyə. Turab bəy, bu arada Rusiya ilə Almaniya arasında da vəziyyət gərgindir. Çünki Moskvanın açıqlaması var. Deyilənlərə görə Berlin Moskva ilə toqquşma üçün artıq zəmin yaradır. Burada da Almaniyanın Ukraynaya verdiyi misilsiz dəstəkdən danışa bilərik. Səbəb kimi təbii ki, bu göstərilir. Hələ ki, Rusiya sözlə təzyiq eləməyə çalışır, amma Almaniya bunu o qədər də ciddi qəbul eləmir, söz təzyiqini. Fərqli silahlar işlənə bilər burada? Birisi, mən iki halda Almaniya ilə Rusiyanın açıq konfrontasiya gedəcəyi və ya orada açıq müharibə olacağını düşünmürəm. Düşünürəm ki, bunun üçün hələ çox tezdir danışmaq üçün. Amma qitədə ümumi belə bir qorxu var. Məsələn, Ukrayna münaqişəsi davam etdirməsinin istəyinin bir səbəbi də bunu göstərirlər. Çünki xatırlırsa müharibənin gedişatında Rusiya-Ukrayna müharibəsi başlananda biz sizinlə bunu müzakirə edirdik. Həmin dövrdə çox qəribə idi ki, ABŞ və xüsusilə Britaniya bu münaqişənin olmasını istəyirdi. Fransa və Almaniya istəmirdi. Almaniya dəfələrlə hətta bildirir ki, onlar Ukraynanın işğalına belə qarşı deyirlər. Və yaxud Makron açıq şəkildə Zelenski təklif eləmiş ki, o qaçsın Kiyev qoyub və Parisdə ona şərait yaradılacaq və səbəblər. İndi isə Trump'ın seçilməsindən sonra sanki rollar dəyişib. İndi ABŞ müharibə istəmir, Britaniya öz mövqeyində qalıb. Ancaq Fransa, Makron və Metz, Almaniya bunlar daha da aktivləşiblər. Məsələn, Almaniya açıq şəkildə yardım göstərəcəyini bildirir. Hətta son açıqlamalarda artıq yardımlar elan etməyəcəyini deyir. Yəni ki, real yardım miqdarı bilinməsin. Belə bir öhdəlik götürdülər. Makron hətta bir ara Avropa ordusu yaradıb, gətirib Ukrayna döyüşməkdən danışırdı. Aydın məsələn ki, ABŞ dəstək vermədikdən sonra bütün bunlar yatdı. Çünki belə bir əlavə yeni bir reallıq yaranıb. Bu reallığın səbəbi ilə bağlı fərqli mülahizələr var. Bunlardan birincisi odur ki, bəziləri deyir ki, məhz burada Avropa özü müharibəyə hazır deyil. Ona görə istəyir ki, və qorxur ki, əgər Rusiya-Ukrayna müharibəsi bitirər və əlində 1 milyon yaxın silahlı şəxs var, bir müharibə zombisi var. Bunlardan necəsə xilas olmaq istəyə bilər. Məsələn, bunları ya Qazaxstana və ya Qafqaza fərqli istiqamət yönəldə bilər və yaxud da ki, bunları Avropaya yönəldə bilər. Deyək ki, hansısa fərqli bir adla. Düz mənə bu çox real gəlmir. Rusiyanın açıq şəkildə belə Avropa İttifaqına və ya NATO hücumu. Ancaq bu cür ittihamlar var. Və burada deyirlər ki, Avropa özü açıq şəkildə bəlli ki, onlara hazırlaşmaq üçün minimum 1 il vaxt lazımdır. Bunlar istəyirlər ki, ən azından 1 il Ukrayna döyüşsün ki, onlar buna tam hazır olsunlar. Və Metsin açıqlamalarında da biz daha çox görürük ki, Ukrayna açıq şəkildə birmənalı şəkildə dəstəkləyirlər və hətta ABŞ dəstəkləməsə belə bu dəstəyə davam edəcəklərini və bunu hətta dediyim kimi yardımlar gizli şəkildə edəcəklərini bildirirlər. Və burada əsas faktor kimi yenə də Britaniya ortaya çıxır. Britaniya hətta Rusiya ilə qarşılamada çəkinmədiyini bildirir. Yenə bu yaxınlarda Müdafiə Naziri açıq şəkildə dedi ki, biz Rusiya ilə qarşılamaya hazırıq.
Bundan əvvəl nüvə doktrinasını müəyyən qədər yeniləmişdi. Artıq 260-a başlığa çatdırmışdı nüvə silahlarını və eyni zamanda dediyim kimi Ukraynada tam şəkildə dəstək verir. Belə görünür ki, artıq Britaniya-ABŞ ittifaqı və onlarla Rusiyanın arasında qalmış kontinental Avropanın yerini hazırda Rusiya ilə münasibətdə nizamlamağa çalışan ABŞ və Britaniya və onun ətrafında eləməsi Almaniya, Fransa, kontinental Avropa belə bir ittifaq formasına çevrilib. Yəni burada bir belə deyək, keyfiyyət dəyişikliyi baş verir. Aydındır. Rusiyanın Almaniyaya xəbərdarlığı, hansı ki Berlinin Moskva ilə toqquşma baxımından münbit zəmin hazırlanması xəbərdarlığından söhbət gedir. Bu iki ölkə arasında vəziyyəti daha gərginləşdirə bilərmi hərbi anlamda, hərbi baxımdan, yoxsa elə ritorika ilə prosesin belə də davam etməsini görəcəyik? Bundan o tərəfə inanmıram geçsin. Açıq şəkildə Rusiya hədələyəndən sonra Merz də biraz geri çəkildi. Və onun Rusiya ilə qarşı durmaya getmək gücü yoxdur. Əgər Rusiya belə bir şey istəsə ki, mən inanmıram belə bir şey istəsin. Rusiya kifayət qədər yara alıb və Ukrayna məsələsindən sonra özünə gəlmək üçün xeyli Rusiya vaxt lazımdır. Ancaq biz başqa şey də gördük. Merz dərsə gedən uşaq kimi hazırlaşmışdı Trumpla görüşə və Zelenskiyə göstərdi ki, nə cür özünü aparmaq lazımdır. Sakit şəkildə durdu, qulaq asdı, onu qızıqlandıran söz demədi. Düzdür, məqsəddən nail ola bilərmi? Çünki əsas hədəf Ukraynaya yardımı artırmaq idi və Trump da açıq şəkildə göstərdi ki, o hələ Rusiya ilə gərginliyə getmək istəmir və sanksiyaların tətbiqinin əleyhinədir. Hələ inanır, dalaşkan uşaqlara bənzədi, vaxt verək dedi, əslində qalsa bu nə deməkdir? Qoy Rusiya biraz da torpaq tutsun və Zelenski də reallıqlarla barışmaq məcburiyyətində qalsın. Nə demək ki, mən onlara dalaşmaq üçün elə biraz vaxt vermək istəyirəm. Hardasa bir ay yarım vaxt verilsə, Rusiya ola bilər ki, məqsədini xeyli hissəsinə çata bilər. Ona görə Trump dərhal əgər müdaxilə eləməsə ki, eləmir və kəskin müdaxilə eləmək Rusiya qarşı istəyi də görünmür. Mən hesab edirəm ki, bu baxımdan Zelenski də reallıqları anlamalıdır, dərk eləməlidir. NATO-ya yol bağlıdır. Qətiyyən düşünməsin ki, onu ən az yaxın 30-40 ildə qəbul edə bilərlər NATO-ya. Amma torpaqları verməlidir. Torpaqlardan da imtina eləməlidir. Rusiya oradan çıxmaz ki. Razısınız bundan Turab bəy, yoxsa alternativ variantlar var Ukrayna üçün? Mən düşünürəm ki, indiki məqamda Ukrayna hakimiyyəti buna getməyəcək. Gedə bilməz təbii ki, necə olacaq? Çünki burada iki fərqli məqam var. Birincisi, Ukrayna düşünür ki, o müharibəni biraz da uzatsa, yəni Zelenski əslində müharibəni uzatma səbəblərindən biri də budur. Çünki açıq şəkildə ABŞ yox deyə bilmir. Çünki burada Qərb blokunda hər nə qədər ABŞ-sız Britaniya və Avropa İttifaqı koalisiyası formalaşsa da ABŞ-ın xüsusi çəkim malikdir. Yəni ABŞ olmadan Rusiyanın qarşısına açıq şəkildə çıxmaq istəmirlər. Və ona görə də açıq şəkildə ABŞ yox deyə bilmir. Amma Zelenski düşünür ki, bir ABŞ-da bu Trump'ın indiki tutumu nə qədər davam edəcək? Çünki orada fikir verirsə, komanda daxili çatlar var. Ola bilsin, bəlli bir məqamda Trump məcbur olsun, Rusiyana qarşı sərtləşsin və Zelenski dəstək versin. Bir. İkinci məsələ və yaxud Trump'ın deyək ki, sağlığı ilə bağlı və siyasi proseslə bağlı problemlər çıxa bilər. Hakimiyyət yarımçıq qala bilər. Üçüncüsü, Trump'dan sonra daha bir liberal, demokrat hakimiyyət formalaşarsa, Biden-Obama həddən kimsə gələcəksə, onlar Rusiyaya qarşı olduğu kimi o sərt siyasət davam etdirəcəklər və Rusiyanı sıxmağa davam edəcəklər. Və burada dördüncü məsələ Zelenskinin şəxsi siyasi karyerasıdır ki, belə olan halda onunla bağlı çox suallar ortaya çıxacaq. Məsələn, suallar ortaya çıxa bilər ki, əgər belədirsə, deyək ki, 20% ərazi işğalda qalanda, əgər bu müqavilə imzaladınsa, elə 2 il əvvəl deyək ki, daha az ərazi, məsələn, 10% ərazi. Tam ərazi işğal olunmadan, hətta Rusiya Donetskdən və Luganskdan çıxmağa hazır olduğunu da deyir. İkinci, həmin danışıqlarda artıq müəyyən bir ərazi işğal olmuşdu, artıq İstanbul'a. Amma ən azından orada tanınması lazım olan əsas bölgə və Krım idi. Donetsk və Luganskla bağlı da oradakı Rusların özünün müdafiəsi, öz dilləri və s. vardı. Və yəni, açıq şəkildə ora Rus işğalına girməyəcəkdi. Yəni, Rusiya orada o xalq respublikalarını elan eləməmiş tam olarak. Amma yəni, indikindən ən azından itkisi daha az olacaqdı və rəsmi şəkildə istənmirdi həmin ərazilər, ancaq Krım istənirdi. Və niyə o zaman razılaşmadı sual ortaya çıxacaq? Və buna görə də birisi burada Biden bununla bağlı məşhur bir açıqlama vermişdi. Deyir ki, müharibə dayanmaq üçün Ukrayna öz ərazilərindən imtina eləməlidir.
və yaxud Rusiya hücumu dayandırmalıdır. İndiki halda deyir, Ukrayna öz ərazilərini imtina eləməsi Ukrayna dövlət kimi funksiyonallığına problem yaradacaq. Yəni Ukrayna yarımçıq dövlət olacaq. Ona görə mən düşünürəm ki, Ukrayna heç bir halda hələ ki bu şəkildə razılaşmayacaq və hadisənin ümumi inkişafı göstərir ki, işte Avropa İttifaqından və Britaniyadan aldığı dəstəklə Zelenskiyə də Trump da burada yəni həddindən artıq təzyiq göstərə bilmir. Ən azından yəni onu o torpaqları tamamilə əl çəkməsini və tamamilə Rusiyaya bağışlanmağa razı sala bilmirlər. Hətta nəinki bilmirlər, həmin danışıqlar ərəfəsində Zelenski yeni əməliyyatlar Rusiyaya qarşı həyata keçirir. Digər tərəfdən, əgər Rusiyada torpaqları işğalını Ukrayna rəsmiləşdirmədən oradan çıxmaq və yaxud danışıqlar aparmaq istəmirsə, aydın məsələ ki, onda o ümumi məxrəcə gəlmək orada daha uzun müddət alınmayacaq. Aydındır, Abdullah bəy, çox sağ olun dəvətimizi qəbul etdiyinizə görə. Turab bəy, sizə də minnətdarıq. Belə biz ARB 24-də daha bir peşəkar mübahisəni yekunlaşdırırıq. Qonaqlarımız Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abdullah Səmədov və eyni zamanda siyasi şərhçi Turab Rzayev idi. Yenidən görüşmək ümidi ilə hələlik.